Təhdid istər şəxsiyyət əleyhinə olan, istərsə də mülkiyyət əleyhinə olan bir sıra cinayətlərin əlamətlərindən biridir. Təhdid bir şəxsə qarşı zorakılıq etməklə və yaxud onun əmlakına ziyan vurmaqla ona hədə-qorxu gəlinməsidir, onun qorxudulmasıdır. Və əslində bu günləri biz əsas iki məsələ barədə danışacağıq. Bir, Cinayət Məcəlləsinin 182-ci maddəsi hədə-qorxu ilə tələb etmə, digəri isə 134-cü maddəsi öldürməklə və yaxud sağlamlığa ağır zərər vurmaqla hədələmə maddələrindən danışacağıq. Hədə-qorxu ilə tələb etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində təsbit olunub. Bu maddəyə əsasən, əgər bir şəxs digər şəxsin və yaxud digər şəxsin yaxın qohumlarının üzərinə zor göstərmə, onların haqqında rüsva edici məlumatlar yayma və onların hər hansı bir əmlakını tələf etməklə hədələyirsə və bunun qarşılığında ondan hər hansı bir əmlaka və yaxud digər hüquqa yiyələnməyi tələb edirsə, bu maddənin tərkib hissəsinə düşür. Bu maddənin ibtidai istintaqı daxili işlər orqanlarında aparılır və bu maddədə nəzərdə tutulmuş sanksiya 3 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum etmədir. Lakin vurulan zərərin miqdarı böyükdürsə, bu maddənin daha ağır sanksiyaları da mövcuddur. Lakin bu əməl nəticəsində xeyli və külli miqdarda zərər vurulmuşdursa və yaxud bu bir qrup şəxs tərəfindən törədilmişdirsə, onun cəzası daha da böyükdür. Hədə-qorxu ilə əlaqədar digər bir cinayət indi qeyd elədiyimiz öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmədir. Bu cinayətlə bağlı onu qeyd edə bilərik ki, kimisə öldürməklə və yaxud sağlamlığına ağır zərər vurmaqla hədələmək yalnız o halda cinayət əməlinə çevrilir ki, şəxsin bu əməli realizə etməsi üçün, icra etməsi üçün kifayət qədər əsaslar olmalıdır və burada real təhlükə görsənməlidir. Bu əməlin isə sanksiyası 1000 manatdan 2000 manatadək cərimə və yaxud da ki 2 ilədək müddətə islah işləri və yaxud da ki 2 ilədək müddətə azadlıqdan məhrum edilmə və yaxud da ki azadlığın məhdudlaşdırılmasıdır. Ümumiyyətlə bir şəxs sizi istər öldürməklə, istər sağlamlığınıza ağır zərər vurmaqla, istərsə də hədə-qorxu ilə tələb etməklə, yəni sizi şantaj edərək sizdən pul və ya digər əmlakı tələb etməklə hədələyirsə, bu zaman nə etmək lazımdır? İlk olaraq siz bütün sübut təşkil edən məlumatları, sənədləri, görüntüləri toplamalısınız və onların təhlükəsizliyini təmin etməlisiniz. Daha sonra siz polisə rəsmi ərizə ilə müraciət etməlisiniz və polisin araşdırılmasına kömək üçün